Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün və növbəti tiraj. Növbəti tirajın səbəbkarları olacaq. Deməli, böyük xahişlərlə bizim izləyicilərin deməli katana başlığıdır. Qulp öz qulpu deyil. Yadıma düşmür. Çox güman ki, Razarokun yaxud hardan salmışdım qulpu, amma kifayət qədər bir-birini tutuzdururlar rənginə görə. Tiyə olaraq deməli olacaq birinci istifadədə, ümumiyyətlə ikinci istifadədə bu bir tərəfli teorilərdə ikinci dəfə istifadə etməyə tiyəni məsləhət görmürəm. Bermaşartdır. Bermaşart tiyələri artıq hazır belə bir tərəflidirlər. Bunları vaxtı ilə mən 9.50-yə burada qiyməti də var. Görə bilsəz. Mən bizdə Bakıda almışdım mən bu tiyələri. 28-də Peronda. Sabun olaraq Umiko'dan aldığım deməli Proraso yaşıl. Budur. Baxa bilərsiniz. Proraso yaşıl sabun və ona aid olan deməli aftershave losyon losyondur Proraso İtalyanın brendi. Sonra nə qaldı bizdə? Və fırça olaraq olacaq Simurgun donuz qılından olan belə fırça. Hal-hazırda isti sudadır. Tiyələri də artıq yükləmişəm üz qırxana ki, vaxt bitirməyək, çünki kifayət qədər müşkül işdir bu katanaya tiyə yükləməyə. Ona aid ayrı bir videomuz var. Çalışaram, bilmirəm hansı tinlərdə, bu yuxarı tinlərin hansı birində çıxacaq sizə link. Hələ ki, niyə görə belə deyək də, mənfi cəhəti nədir deməli bu katananın? Məhz onu stoper söhbəti yükləmək bir sözlə çox müşkül bir məsələdir. Məhz bu katanayı tiyələri, ona görə də belə istifadədə başqa teorilər olduğuna görə, yəni o qədər də mən önəm vermirəm katanaya bir sözlə. Tez bir zamanda üzümü yaxalayıb qayıdıram sizin yanınıza, mikrofonu çıxardıram. Biraz öncə mən duş qəbul edeyim. Belə mikrofonumuzu qaytaraq. Belədir. Və davam edək. Deməli, sabunu gərək mən sabuna biraz su vurardım öncədən, amma etmədim. Ona görə birbaşa hələ fırça ilə çalışım yığım bunun üstündən sabunu. Başlayaq. Rast sabunlar kifayət qədər belə ekonom klass sabunlar sayılır və bizdə Azərbaycanda Umiko'da və yaxud Rossmann dükanlarda mən görmüşəm satışda. Yəni əgər kiməsə maraqlıdırsa, deməli həmişə kimi yəqi bruşa aid olan belə qaba çıxardacağım sabunu və köpükləndirməyə məhz bu qabda davam edəcəyəm. Mən üzrlü sayım, biraz bu proses vaxt aparacaq. Bir nə qədər sabun götürmüşəm üstündən, yenə də götürməyə davam edək. Oy, düşməsin. Aha. Məncə hazır. Mən planlaşdırırdım deməli pre-shave'i də istifadə edim. Niyə? Çünki bu Proraso sabunlar deməli sürüşkənliyi çox zəifdir. Ona görə düşündüm ki, pre-shave istifadə edeyim.
Amma nədənsə etmədim. Bir görək. Keçən dəfə belə mən prorasdan istifadə edəndə xoşuma gəlməmişdi performansı. Bir görək bu dəfə nə olacaq. Ya mən bunu xüsusi bir sabun vurmalı idim, preşer kimi, nə bilim, dav kimi sabun və yox, biraz üzdən onu azaldıb, yəni nəmləndirib davam etməli idim bu tıraşı. Amma etmədim heç birini. Görək sabun özü olaraq belə deyək, necə aparacaq. Köpük yaranmağına az qalıb, çox az. Gördüyünüz kimi kifayət qədər tez əmələ gəlir. İndi qoy biraz smetan halına gəlsin. Davam edəcək tıraşımızla. Az qalıb. Yoldaşlar, az qalıb. Vaxt aparan işlərdən biridir bu tıraş məsələsində. Amma klasik tıraşın belə deyək, özəlliyi məhz bundadır da. Bu köpükdür, filandır, bu belə və pensionerlərin hobbi işlərinə oxşayan belə bir haqq-hesabı var da. Amma şükürlər olsun ki, deməli bizim qrupumuz var. Bu Azərbaycanda bu cəmi 7-8 nəfər yığışmışıq. WhatsApp qrup yaratmışıq və böyük hissəsi belə deyək, cavan uşaqlar təşkil edir. 30 yaşı olmamış belə deyək. Mənə baxmayın, mən artıq özümü güya qoca sayıram. Belə başlayaq. Bu qulp çox balacadır. Çaşqanın içinə batır. Fırçalayaq özümüzü. Köynəyi geyindim, ona görə də bu yaxası bulaşmasın deyənə balaca fırça götürdüm, görək necə olacaq. Simurg'dur yoldaşlar, donuzdur qılından. Çox xoşlayıram bu fırçanı, çox yumşaqdır. Sadəcə olaraq mən bunu alanda, deməli, ümumiyyətlə mən donuz qıllardan o qədər xoşum gəlmir. Amma bu Simurg nə edibsə, donuz qılını bilmirəm, çox yumşaq, həddindən artıq. Mən heç, elə sizə desəm, mən heç belə bir sintetik fırça tanımıram ki, bu qədər yumşaq olsun. Quruyub görürsünüz, artıq köpüklər göylərə uçur, mən görürəm, siz bəlkə də görmürsünüz. Yəni, çox tez quruyur prorası sabunlar. Əsas odur ki, peşmançılıq çəkməyim sabun istifadə etdiyimə görə, çünki həm Permaşart tiyəsi, həm də Katana'nın özü kifayət qədər dostlar, kifayət qədər agresiv bir alətlərdir. Biraz bu fırçanı içəri biraz su əlavə edin, görək nə olacaq. Çox qurudur, xoşuma gəlmir. Heç bir fərqi olmadı. Ona görə dayandıraq və keçək üz qırxma prosesə. Biraz isidir bizim üz qırxanımızı. İsti suya. Və budur, başlayaq yoldaşlar. Ya elə bil ki, ümid edək ki, ortadadır. Ortanı tutub, baxın. Görə bilirsiniz, görə bilmirsiniz, bilmirəm. Katana'dır, Yagir. Deməli, bu endirmə düşəndə mən bildiyim qədər 11-12 manatdadır qiyməti. Ayrı vaxtı
15-16 manat arasında bir qiymət. Başlığın bütöv. Bilmirəm başqa qiymətli. Onu baxmamışdım, yadda saxlama. Yagi AliExpress. Saqqalın yaşı deməli hardasa 72 saata yaxındır. Oldu, başlayaq ya Allah. Bəli, mən dediyim kimi köpük üzdə çox tez bir zamanda quruyur. Hiss olunur. Əgər kimsə misal üçün özünü Əgər kimsə özünü sınamaq istəyirsə bu plastik tıraşda fevarilərlə, yəni bu katananı məsləhət görə bilər. Amma burada əmma var. O qədər də yumşaq üz qırxan deyil. Yəni ki, yumşaq qırxmaqda biraz aqressivliyi var. Ona görə yəni ki, ekonom klass və həmin bu hissləri yaşamaq üçün katana yaxşıdır. Amma ümumilikdə başqa başlıqlar da var. Onlar Yagi'nin belə ekonom variant, amma onların arasında da heç bilmirəm, mən sizə nə məsləhət görürəm. Arada indi biz test edəcəyik, test etdikcə o başlıqları oradan bəlli olacaq hansı məsləhətlidir, hansı yox. Amma katana, misal üçün, hətta mən belə ehtiyatı əldən vermirəm. Mən kifayət qədər bir müddətdə artıq bu islak tıraşdayam. Boğazda hardasa buraya kimi üzü yuxarı çıxır tüklər. Ona görə burada biraz ehtiyatla qırxıram ki, əks istiqamətdə siz bildiyiniz kimi maksimum çapıq almaq şansdır. Yoldaşlar, bir işi düzə etmədim mən. Budur birinci pasımız, birinci pərdəmiz, birinci gedişimiz arxada. Növbəti dəfə mən heç bir çapıq falan heç nə salmadım. Şükür Allah, burada bir damcı nəsə bilmirəm indi. Orada artıq nəsə qıcıqlanma var idi, yox idi. Yalançı çıxaran köpüyümüzdən götürək və növbəti pası keçək. Köpükdən heç xoşum gəlmədi. Düzdür, Prarasu yaşıl özəlliyi nədir? Tərkibində bu biraz belə cool effekt verən belə evkaliptdir, yoxsa mətadır, nədir? Var. Yəni, görün köpük ümumiyyətlə
çox tez bir zamanda quruyor, fikir verin. Qanon plastı yoldaşlar. Amma bəziləri çox pis deyirlər bu prorasını. Bəziləri deyir yox, belə normaldır. Məncə də normaldır, yəni qiymətinə baxanda pis deyil bu sabun. Yəni heç də pis deyil. Bunun bu aroma hissəsi, bu dərini soyutmaq məsələsi super yüksək səviyyədədir. Siz inanmazsınız, yayın əsl maldır, sərinləndirir üzünüzü. Amma dediyim kimi biraz bu sürüşkənliklə qurumağı tez bir zamanda o biraz belə deyək, onu müsbət keyfiyyətləri heç nə eləyir. Tez bir zamanda əllərimizi silək, əllərimiz quru qalsın. Keçdik növbəti second pass. Burada yoldaşlar, deməli bu təhlükəsiz çubuqdan yox, qapaqdan. Birinci qapağı qoyuruq, biraz bucaq yaradırıq və başlayırıq üzü yuxarı. Ən axmaq və əks istiqamətli. Gördüyünüz kimi mən biraz çəp saxlayıram. Teobarini və üzü yuxarı gedəndə sanki belə kəsirlər. Məsələn, o demək deyil ki, siz də belə etməlisiniz yoldaşlar. Amma baxın, örgənin. Dermaşarp yoldaşlar. Saqqalıma heç bir şans saxlamadı. Yağ kimi gedir maşallah. Xoşuma gəldi performansı. Əgər hiss etsəniz ki, hardasa, yəni ki, tamamlanmadı, tıraşda hardasa nəyisə qaldı, yəni bu ki, proraso tez quruyor, o belə deyək də, premium class sabunlar onlar heç. Amma bu proraso sabun kimi istifadə edirsinizsə, bir də qayıtmayın həmin yerə, çünki üzün dərisini tez bir zamanda qurudur və çapıq salmaq ehtimal böyükdür. Ondan sonra bir də sabunu çəkin, bir də keçin. Artıq bir gediş edin ondan sonra. Nə ki o quru üzünüzü qırxmaqdansa. Üzürlü sayın yoldaşlar, güzgüyə baxamıram. Eyni zaman ki, sizə kameraya nümayiş edin, güzgüyə bax, kameraya baxın, alınmır. Budur, demək var ki, finişə çatırıq.
Çapıqlar salır. Görürsünüz, əks istiqamət belə. Sabun çox tez bir zamanda quruyur, ona görə tez-tez etibarımı istədirəm ki, budur. İkinci tıraşda görün nə qədər çapıq saldı, bilmirəm, kamera göstərir, göstərmir. Bir çox çapıqlar vardı, bu izlə. Bəlkə də tiyə olaraq başqa tiyə istifadə etsəydim, bu qədər çapıq olmazdı. Deməli, üçüncü pata ümumiyyətlə mən ehtiyac görmürəm, çünki çox effektiv alındı, heç gözləməzdim. Bəlkə də, nə bilim olur, heç ehtiyac görmürəm, yox, tərtəmiz, maşallah, 2 pasa, maşallah, nə yaxşı. Gözlənilməyən bir nəticə. Adətən mən belə deyəcəm, qeyri premial belə, nə bilim, mən katana bu qədər effektiv olduğunu heç düşünməzdim. Halbuki mən katananı istifadə etmişəm, amma yaxşıdır. Bir dənə bu boğaz, bunlar heç deyil. Bu xəstə yerlərlə həmişə adamı incidir. Çox istəyirəm. Yaxşıdır. Maşallah yaxşıdır. Yaxşı alındı, xoşuma gəldi. Çox xoşuma gəldi. Mən tez bir zamanda üzümü yaxalayayım. İcazə versəz, mikrofonu çıxardım, qoyuram qırağa. Çox qısa bir zaman üçün. Qayıtacağım indi. Tiyələrini də çıxardım. Tiyə deyirəm, açkilərini. Tiyə. Bu da hazır. Buyurun. Dəsmalla silək. Qəşəng oldu, xoşuma gəldi. Çox keyfiyyətli tıraş oldu. Yermaşaq bir mikrofon qaytarım yerinə. Mikrofon. Deməli dostlar, Dermasharp çox iti tiyələrdir Dermasharp və məsləhət görürəm alıb test edəsiniz, yəni ki
kifayət qədər iti tiyələr. Bəlkə də ona görə də super. Çox mükəmməl oldu. Aftershave yoldaşlar. Praraso yaşıl. Deməli çox belə cool effekti dəhşətdir. Xaladellikdir, inanın ki, yəni ki, əsl yayın belə malıdır da, yəni kim ki belə cool effekt sevir. Oh, çox qəşəng. Nədir, amma bu aftershave losyon olsun, balzam olsun. Praraso da mükəmməldir. Sadəcə pre-shave'lər var da, tıraş öncə kremlər var. Onlar da superdir. Yəni ki, çox keyfiyyətli bir haqq hesablardır. Bir dənə sabunları zəifdir. O da ki, baxır kimin üçün də. Yəni, mənim fikrim subyektiv fikrimdir. Amma dediyim kimi, yəni, qiyməti nəzərə alsaq elə də pis deyil. Sağ olun. Yəni ki, öz qiymətinə baxanda neçə almışdım ayağı? 7-8 manata, yoxsa 5 manata endirimə düşüb almışdım. Özdə, əgər səhv eləmirəmsə, nədirsə endirim idi, nə idi? Mən 3 cürəsini almışdım. Yaxaladım sabunu soyuq su ilə. Bunu üzü aşağı bir yerə qoyaraq. O biri iştirakçılar haqqında da danışın. Bu yumaq prosesləri sonra davam edir. Sabun haqqında dedim, qəşəngdir. Losyon haqqında gördünüz. Katana haqqında yoldaşlar, mən dediyim kimi, əgər kimsə təzə başlayandır və çox pul xərcləmək istəmir, bu üz qırxanlara katana buyurun. Amma ki, çox güman ki, bilirsiniz necə? O birinci hisslər var ki, siz bu klasik tıraşdan hiss edəcəksiniz. İstəməzdim ki, siz tutar ki, belə ucuz bir katana nəyisə alasınız və klasik tıraşdan belə görsün, mən kifayət qədər professional, amma yenə də nə qədər çapıq saldı bu katana. Düzdür, əks istiqamətə qırxanda, yəni ki, o baxmır. İstəyir katana olsun, istəyir nə olursa olsun. Düzdür, yumşaq, komfortlu tevarilər var. Orada artıq mən öz boynuma alıram ki, burada səhv məndədir. Amma bu katana kimi üz qırxanlarda, tevarilərdə o nə qədər istəyirsən professional ol, çapıq salacaq, yəni əks istiqamətdə. Çünki dəri dığır-dığırdır, üzü aşağıdır da, belə deyək. Əks istiqamətə gedəndə istər-istəməz mikro çapıqları kəsə-kəsə gedir. Yəni o sizin asılı deyil. Çoxları məhz ona görə də o qıcıqlanma verir deyənə, çapıq saldığına görə əks istiqamətə heç qırxmırlar. Çoxları hələ böyümə istiqamətdə qırxırlar və yaxud çəpvari, böyümə istiqamətinin çəpinə və o ilə də kifayətlənirlər. Amma mənim kimi belə axıra kimi qam çıxana qədər qırxanlar olur. Əksi də hər tərəfdə qırxırlar. Amma rezultat olaraq superdir. Yəni siz sanki BBS-in BBS-i alındı. İndi milçək belə qonsa sürüşüb düşər yerə. Qona bilməz. Yəni ki, belə bir nəticə, siz heç bir dəfə üz qırxanla heç vaxt bu nəticəyə gələ bilməzsiniz. Olsun 5 Fusion'dan 6 lezvalı, bilmirəm, neçə tiyəli olursa olsun o üz qırxan. Amma belə klasik tıraşda istifadə olunan tevari qədər heç vaxt siz nəticə əldə edə bilməzsiniz. Deməli, katananın mənfi cəhətləri odur ki, tiyəni yükləmək müşkül bir məsələdir. Bütün bir tərəfli tevarilərdə eyni bir problemdir, mənfi cəhətdir. Tiyəni götürərkən həmişə təzəsini götürün və kifayət qədər iti tiyə götürün ki, siz, yəni, misal üçün, rapiranın bir tərəfini qoyub tıraş başlasaz, bir tərəfini edib, orada kütləşəcək, məcbur olacaqsınız söküb, təzədən yaş əllərlə, sabunlu əllərlə başqa tiyəni salmaq, yerləşdirmək. Gördüyünüz kimi, yox, göstərməmişəm, ayrı bir videomuz var, orada izah edirəm ki, mən necə müşkül məsələdir katanaya tiyəni yükləmək. Yəni ki, heç də xoşa gəlməz bir haldır. Bütün bu bir tərəfli tevarilərə aiddir. Yəni ki, tiyə götürərkən nəzərə alın ki, kifayət qədər iti tiyələrdən seçim olsun və təzə olsun, birinci istifadə. Bir dəfə istifadə etdiniz, tulladınız, getdi.
Pozitiv tərəfi, yəni müsbət tərəfi nədir? Ucuzdur. Belə böyük sərmayə tələb etmir. Bir bulbsuz, yəni telsiz. Təkcə başlığa mən deyəsən 12 manat nə qədər pul verdim. Yəni elə də böyük bir pul deyil. Amma yenə dediyim kimi, birinci dəfə üçün məsləhət görmürəm. Yəni də ki, sizin bu İslak klassik tıraş haqqında belə mənfi hansısa bir fikir yaransın. Çünki gördüyünüz kimi, baxmayaraq ki, professionalam, amma yenə də çatdırlar, sabundur var. Sabun dediyim tez quruyur, amma cool effekti var, superdir. Aftershave də öz yerində. Məncə bu qədər yoldaşlar. Dermoşartiyələr də haqqında dedim. Belə bu qədər. Videodan xoşunuz gəlibsə, like qoyun, bölüşün dostlarınızla. Hər hansısa bir kommentiniz varsa bu videoya aid, buyurun komment bölməsində öz kommentinizi saxlayın, çalışaram cavablandırım. Yaginin bu katana başlığın belə linkini atacağım. Əgər bütöv tevari varsa, hal-hazırda onlarda satışda, ola bilsin ki, hansı bir vaxtda olmasın, baxır. Yagidə bir ayda bir ya 2 ayda bir endirimlər olur, məsləhətlidir. Aşağıda bu videonun altında daha ətraflı hesablar var. Orada mən adətən bütün linkləri qoyuram. Niyə görə deyirəm? Bu yaxınlarda bir qaqaşma komment bölməsində yazır ki, hardan almısan? Halbuki artıq videonun altında o daha izahlı belə deyək də video haqqında olan məlumatlarda orada dükanların adreslərini, linkləri atmışam. Belə sağ olun. Abunə olun kanalımıza. Bir çox belə videolar yenə də olacaq. Sağ olun, gələn görüşlərə dək.